insan bu aləmə, maddi aləmə gələndən insanda bu fitrətən o ilahi səfərə meyli var. Sadəcə olaraq bu maddi aləmə meyl və maddi aləmə o bulaşmaq, maddi aləmdən keçə bilməmək insanın o həqiqi istəyinin üstünə belə bir pərdə çəkir, baş qaldırmır. Din gəlir insanı yavaş-yavaş, mərhələ-mərhələ. Dində də kamillik yolu tədricidir. İslam və Əhl-i Beyt məktəbində mənəvi seyri suluk yolu, mənəviyyat yolu tədricidir. Bu cür ki, ağa sən bir dəfiyə, nə bilim, bir 40 gün falan zikr edəsən, falan işi görəsən, bir dəfiyə sən elə bir kamil, yox. O cür deyil. Yaşadığın müddətdə mərhələ-mərhələ tədrici olaraq getmək lazımdır. Tədrici olaraq. Bir dənə bir şey yadıma düşdü. Bunu tədric edim, bunu deyim. Bir bizim bəzi alimlərin kitabında bir maraqlı bir olmuş bir hadisə nəql olunubdur. Bir neçə kitabda mən oxumuşam. Zahirən əsli birinci dəfə bəlkə də Muhyiddin Ərəbi deyəsən Futuhat-ı Məkkədə birinci o buna oxşar bir hadisə nəql edib. Ondan sonra da bəzi alimlər nəql ediblər kitablarında. Deyirlər bir nəfər şagird ustadın dərsində iştirak edəndə biraz ustadı görür ki, bunun rəng ruhu qaçıb, özündə deyil elə bir ki. Bundan soruşur ki, nə olub, nə məsələdir, niyə bu haldasan? Xülasə bu deyir ki, mən ustad hər gecə bir dənə Quranı xətm edirəm. Ustad buna göstəriş verir ki, bu gecə oxuyanda məni özün huzurunda təsəvvür elə, elə bil mənim huzurumda oxuyursan Quran-Kərim. Bir baş üstə. Gedir səhərsi gün gəlir, görür ki, soruşur, deyir, nə oldu? Deyir, məsələn, yarısına kimi oxudum. 15 cüz falan belə o cürlə oxudum. Deyir, indi bu gecə gedəndə, məsələn, özü təsəvvür elə, Həzrəti Peyğəmbərin məhzərində oxuyursan, bu cürlə. Ondan sonra gedir, gəlir, yenə də soruşur ki, nə oldu? Deyir ki, çox az miqdarını oxudum, bu cürlə. Səhərsin gedir, təsəvvür elə, Həzrəti Cəbrail əleyhissalamın məhzərində oxursan, bu cür. Ondan sonra səhərsin gəlir, deyir ki, get bu dəfə elə bil Allahın məhzərində oxuyursan, bu cür. Bu gedir, səhərsi gün bunun ölüm xəbəri çatır. Ölüm xəbəri çatır. Allahın huzurunda, məsələn, Həzrət Peyğəmbərin huzurunda, məsələn, gəlir deyir ki, Fatihəni yarıdan oyuna keçənmədim, sən bu cür. Allahın məhzərində bu dünyasını dəyişir. Bunu bir dən yadıma düşdü, o tədrici məsələsinə. Bu çox adama yəni, aiddir. İndiki zamanda, məsələn, bəzən mənəviyyata meyl də insanda oyanda bu da var, ha. İnsan gərək ifrat təfritdən özünü qoruya. Bəzilər, bu insanda bu fitrətən bu istək var. İndiki zamanda da bir çox cavanlar görsən müraciət edirlər. Bu istək ki yaranır, buna ürəfa deyirlər, eşq-i kazib, yalancı eşq deyirlər. Təzə-təzə tanış olanda ona insan başlayır, gecə-gündüz istəyir elə namaz qıla, ibadət eləyə, zikr eləyə, əcib bir eşq gəlir insana. Orada Əhl-i Beyt məktəbində buyurublar ki, gərək insan özünü kontrol eləyə. Bəzilər görsən o tərəfdən geyib düşür, bəzilər də bu biri tərəfdən düşür. Yox, insan ifrat təfritdən özünü qoruya. Gərək baxa görə Əhl-i Beyt məktəbində Rəbbani alimlərlə gərək məsləhət, məşvərət, hələ kəmən leysə ləhu həkimun yurşidu. İmam Səccad Əleyhisselam buyurur ki, hər kim bir o hidayət eləyən, bir hikmət sahibi olan, həkim, irşad eləyən olmasa elə bil həlak olubdur. Ondansa buyururlar ki, o ustad çox peşman olmuşdu. Çox peşman olmuşdu. Bəzən bu dastanı bunu nəql edirlər ki, yəni bu ilahi eşqdə, Allahın huzurunda, yəni cavan əgər o huzur məqamı barəsində danışırlar ki, insan əgər o huzur məqamında oxusa, yəni bu cür olar halı. Dünyanı bu cür tərk edər. Bunu görsən Əhl-i Beyt məktəbində bunu tərifləməyiblər. Əksinə bunu məzəmmət ediblər. Ustad gərək o cür olmasın. Bəzi böyük ustadlar elə zikirlər, elə dualar var ki, bunu şagirdlərinə məsələn versələr, yəni
nur kimi yanarlar. Amma eləmirlər. Gərək tədrici Əhl-i-Beyt məktəbinin kamilliyi odur, İslam məktəbinin kamilliyi odur. Fərqi yoxdur, ən pis cəmiyyətdən, dünyanın o başından, yəni indiyənə kimi günahkar bir insan gəlsə, bu məktəb iddia eləyir. Deyir ki, bəli, biz eləyə bilərik bu insanı əvvəldən ta ən ali məqamlara kimi əlindən tutub bunu seyr elətdirək. Diqqət edirsiniz, seyr elətdirək.